Baş nazir bildirir ki, qiymət artımı ilə bağlı keçirilən görüşlər və parlamentə müvafiq komissiyanın yaradılması məqsədə çatmaqda mühüm rol oynayacaq. Prosesin başa çatmasını isə əhali təxminən aprel ayının sonuna doğru gözləməlidir. Bu barədə İraqli Qobaxidze televiziya kanallarından birinin efirində danışıb. Müsahibə zamanı baş nazir debatların vacibliyindən də söz açıb və bildirib ki, debat mədəniyyətinin yenidən bərqərar olması qütbləşmənin aradan qaldırılmasında həll edici rol oynaya bilər. Hökumət başçısının sözlərinə görə 2 həftədən gec olmayaraq formatlar mövcud olmalı və müxtəlif tərəflər arasında ilk debatlar keçirilməlidir. İraqli Qobaxidzenin qeyd etdiyinə görə radikal qüvvələrin sağlam müzakirələri yenə də və ya digər formada pozmağa cəhd edəcəyi gözlənilir. Lakin onun sözlərinə görə bu ölkədə radikal gündəmi olmayan insanlar da var. Baş nazirin izahına görə müzakirələrin yalnız siyasətçilərlə keçilməsi mütləq deyil. Müxalifət hakim komanda ilə debatlara hazırdır. Dəyişikliklər üçün koalisiyanın liderlərindən biri Zurab Girçi-Japaridze bildirir ki, o illərdir İraqli Qobaxidzeni onunla debatlara çağırır. Milli hərəkatda da hazır olduqlarını bildirirlər, lakin qeyd edirlər ki, siyasi debatlar üçün təkcə bəyanatlar yox, konkret addımlar lazımdır. O cümlədən yeni seçkilərin təyin edilməsi və rəqiblərin həbsdən azad olunması. Debatlar olacağı təqdirdə milli hərəkatda da bildirirlər ki, diqqət həm korrupsiyaya, həm də artan qiymətlərə yönəldiləcək. Qaxariya Gürcüstan üçün partiyasının nümayəndələri isə rəqiblərin reaksiyalarına diqqət çəkir və İstintaq Komissiyasının iclasında Georgi Qaxariyanın iştirakı ilə bağlı müxalifətin mənfi bəyanatlarını xatırladırlar. Bununla belə debatlar hazır olunduğu halda Qaxariyanın partiyası da buna hazır olduğunu bildirir. Strasburq məhkəməsi Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının 2024-cü il parlament seçkiləri ilə bağlı şikayətlərinə baxmağa başlayıb. Assosiasiyaya bildirib ki, məhkəmə işə mühüm əhəmiyyətli iş statusu verə bilər. Şikayətlərə əsasən səs vermənin gizliliyi prinsipinin pozulması və seçkilərdə istifadə olunan bülletenlərin keyfiyyəti ilə bağlıdır. 4 oktyabrda Prezident Sarayının yaxınlığında baş verən hadisələrlə bağlı saxlanılan 15 nəfərin məhkəməsi Tbilisi şəhər məhkəməsində davam edir. İttiham tərəfi sübutları araşdırır və bugün 5 şahidin dindirilməsi planlaşdırılır. Müdafiə tərəfi bəzi ekspertlərin səlahiyyətliliyini şübhə altına alır və işdə təqdim olunan dəlillərin təqsiri təsdiqləmədiyini bildirir. Saxlanılan şəxslər strateji obyektləri ələ keçirməyə cəhd etməkdə ittiham olunurlar. 3 nəfər isə girov qarşılığında azad edilib. Strategiya Ağmaşenebelinin lideri Georgi Vaşadze Rustavi həbsxanasını tərk edib və jurnalistlərlə gələcək planları barədə danışıb. 7 aylıq həbs müddəti başa çatdıqdan sonra Georgi Vaşadze mübarizəni davam etdirəcəyini və baş nazirlə debatlara da hazır olduğunu bildirib. Həbsxana qarşısında onu ailə üzvləri və tərəfdaşları qarşılayıblar. Georgi Vaşadze 2025-ci il 24 iyunda məhkəmənin qərarı əsasında parlamentin müvəqqəti İstintaq Komissiyasının tələbinə əməl etmədiyinə görə saxlanılmışdı. Ona 2 il müddətində vəzifə tutmaq da qadağan edilib. Ukrayna prezidenti bəyan edib ki, bugün Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, ABŞ və Rusiyanın işçi qruplarının görüşü keçiriləcək. 3 tərəfli görüşdə Ukrayna tərəfinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Administrasiyasının rəhbəri Kirill Budanov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kislitsa, Xalqın Xidmətçisi Partiyasının lideri David Araxamiya və baş qərargah rəisi Andrey Gnatov təmsil edəcəklər. Onun sözlərinə görə komandalar 2 gün ərzində işləyəcəklər. 3 tərəfli görüşdən əvvəl isə Birləşmiş Ərəb Əmirliklərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü keçiriləcək.
Vladimir Putinlə ABŞ nümayəndə heyəti arasında keçirilən görüş konstruktiv və səmimi olub. Görüş təxminən 4 saat davam edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, bugün Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya rəsmiləri arasında görüş keçiriləcək. Danışıqlarda Ukrayna məsələsinin uzun müddətli həllinin ərazi məsələsi olmadan mümkün olmadığı vurğulanıb və tərəflər əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. ABŞ-la təhlükəsizlik zəmanətləri barədə sənəd tamamlanıb, lakin ərazi məsələsi hələ həll olunmayıb. Bunu Ukrayna prezidenti Davosda Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Vladimir Zelenski qeyd edib ki, sənəd yalnız müharibə başa çatdıqdan sonra imzalanacaq və sülh prosesində həm Rusiya, həm də Ukrayna kompromisə getməlidir. Siz artıq 4-cü ildir ki, müharibəni bitirə bilməyən və ya bitirmək istəməyən çıxılmaz vəziyyətdə olan bir insansınız. Bu sözlərlə Macaristanın baş naziri Viktor Orban Vladimir Zelenskiyə müraciət edib. Sosial şəbəkədə yayımladığı paylaşımda o qeyd edib ki, Macaristan Ukraynanın hərbi səylərini dəstəkləyə bilməz. Əziz cənab prezident, görünür biz bir-birimizi başa düşə bilməyəcəyik. Mən Macar xalqına xidmət edən azad bir insanam. Siz isə artıq 4-cü ildir ki, ABŞ prezidentinin bütün mümkün köməklərinə baxmayaraq, müharibəni bitirə bilməyən və ya bitirmək istəməyən çıxılmaz vəziyyətdə olan bir insansınız. Ona görə də nə qədər tərifləsəniz də, biz sizin hərbi səylərinizi dəstəkləyə bilmərik. Ukrayna xalqı isə sizin diqqətlə seçilmiş təhqirlərinizə baxmayaraq, bizim ölkəmizi elektrik enerjisi və ya yanacaqla təmin etməyə davam edəcəyimizə, həmçinin Ukraynadan gələn qaçqınlara dəstək verəcəyimizə ümid edə bilər. Qalanını həyat özü yoluna qoyacaq və hər kəs layiq olduğunu alacaq deyə Viktor Orban yazıb. Qrenlandiyanın baş naziri bildirib ki, suverenlik onların qırmızı xəttidir və bu xəttləri keçə bilməzlər. Ərazi bütövlüyünə, beynəlxalq hüquqa və suverenliyə hörmət etməlidirlər. Jens Frederik Nielsen həmçinin vurğulayıb ki, ABŞ-la dialoqa, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulacağına ümid edir. O qeyd edib ki, Donald Trumpın elan etdiyi razılaşmanın bir çox aspektləri barədə hələ də məlumatı yoxdur və bu məsələlər üzərində Danimarka və Qrenlandiya nümayəndələrindən ibarət işçi qrupu işləyəcək. Onun sözlərinə görə Qrenlandiya adada NATO-nun hərbi mövcudluğunun artırılmasına razıdır. Avropa İttifaqı ABŞ-la Qrenlandiya məsələsində möhkəm mövqeyini uğurla qoruyur, saxlayır. Bunu Ursula von der Leyen Avropa Şurasının fövqəladə sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə Avropa Komissiyası yaxın vaxtlarda Qrenlandiya üçün əhəmiyyətli investisiya paketini təqdim edəcək. Avropa Şurasının prezidenti Antonio Costa isə bildirib ki, ABŞ tərəfindən təriflərin tətbiq olunmayacaq. Avropa Şurasının prezidenti Antonio Costa isə bildirib ki, ABŞ tərəfindən təriflərin tətbiq olunmayacaq olması müsbət haldır. Almaniya kansleri Friedrich Merz Qrenlandiya ilə bağlı Donald Trumpın mövqeyinin dəyişməsinə görə minnətdarlığını bildirib. Merzin sözlərinə görə NATO, Avropa və Amerika arasında indiyə qədər mövcud olmuş ən uğurlu siyasi alyansdır. Almaniya kansleri qeyd edib ki, Şimali Atlantika Alyansı Avropa ilə Amerika arasında birləşdirici həlqədir. Səmimi qəlbdən ümid edirəm ki, biz bu alyansı qoruyub saxlaya biləcəyik deyə Merz bildirib. Almaniya Federativ Respublikasında keçirilən Yaşıl Həftə sərgisində 15 gürcü şirkəti ziyarətçilərə öz istehsalı olan aqro-ərzaq məhsullarını təqdim edib. Gürcü pavilyonunda qonaqlar müxtəlif şirkətlərin istehsal etdiyi şərabları, spirt içkiləri, üzvü şirələri, bal, çay, meyvə və tərəvəz konservələrini dadmaq imkanı əldə edirlər. Yaşıl Həftə dünyada kənd təsərrüfatı, ərzaq və bağçılıq sektorlarını əhatə edən ən böyük sərgilərdən biridir. Beynəlxalq sərgi 16 yanvarda açılıb və 25 yanvarda başa çatacaq.
Tbilisidə Gürcüstanda etnik müxtəliflik, tarix və müsair baxış mövzusunda tematik görüş keçirilib. Tədbir 22 yanvarda Holiday Inn otelində baş tutub və etnik qruplar arası münasibətlərlə, həmçinin vətəndaş inteqrasiyası məsələlərinə həsr olunub. Görüşdə Tbilisi Dövlət Universitetinin Gürcü tələbələri, eləcə də 4+1 proqramı çərçivəsində təhsil alan erməni, azərbaycanlı və digər etnik qrupların nümayəndələri iştirak ediblər. İştirakçılar etnik azlıqların tarixi, mədəniyyəti, ənənələri və müsair həyatı barədə təqdimatlar ediblər. Tədbir Gənclər Agentliyinin dəstəyi ilə həyata keçirilən və etnik azlıqlardan olan gənclərin vətəndaş inteqrasiyasının və təhsil səviyyəsinin yüksəldilməsini hədəfləyən Yeni Nəsil Tərəqqi üçün adlı qeyri-hökumət təşkilatının layihəsi çərçivəsində keçirilib. Yeni Nəsil Tərəqqi üçün təşkilatı Gürcüstan Gənclər Agentliyinin dəstəyi ilə tələbələr arasında etniklər arası münasibətlərin və vətəndaş inteqrasiyasının inkişafına yönəlmiş layihə həyata keçirir. Bugünkü görüş Gürcüstandakı etnik müxtəlifliyə diqqət çəkir və müxtəlif etnik qruplara öz tarixlərini, ənənələrini və mədəniyyətlərini gənclərə təqdim etmə imkanı yaradır. Bugünkü görüş Gürcüstanda yaşayan etnik azlıqlara həsr olunub. Bu cür görüşlərin keçirilməsi həm Gürcülər, həm də Gürcüstanda yaşayan digər azlıqlar üçün çox vacibdir. Bu bizə daha sıx əlaqə qurmaqda, qarşılıqlı anlaşmada və bir-birimizi daha yaxından tanımaqda kömək edir. Bugün Gürcüstanda etnik müxtəliflik mövzusunda tematik görüşümüz var. Bildiyimiz kimi etnik müxtəliflik Gürcüstanın tarixi reallığıdır. Bugün burada Gürcülərlə yanaşı etnik azlıqların nümayəndələri də iştirak edir və biz öz millətimiz haqqında məruzələrlə çıxış edəcəyik.